Hövsan qəsəbəsində yerləşən 118 saylı orta məktəbdə son 5 ildir müəllim kimi fəaliyyət göstərən 36 yaşlı Pərvanə Abbasova 2 uşaq anası idi. O, kollec təhsilli olsa da, bütün çətinliklərə rəğmən ali təhsil almaq üçün hazırlaşır, hüquq sahəsində oxumağı arzulayırdı. Həmkarlarının sözlərinə görə Pərvanə Abbasova savadlı, sakit və yüksək tərbiyəsi ilə seçilən bir insan olub. Şagirdləri tərəfindən sevilən müəllim, kollektivdə heç kimlə problemi olmayan, işinə məsuliyyətlə yanaşan biri kimi tanınıb. Onun bir qızı, biri oğlan olmaqla 2 övladı var. Hər iki uşaq məktəbdə təhsil alır və savadlı şagirdlər kimi fərqlənirlər. Qızı 8-ci, oğlu isə 7-ci sinifdə oxuyur. Bildirilir ki, son vaxtlar imtahan hazırlıqları ilə əlaqədar daha çox həyəcan keçirirmiş. Buna baxmayaraq, məqsədlərindən vaz keçmir, arzularına doğru irəliləməyə davam edirmiş. Ailəsinə yaxın şəxslərin dediyinə görə, onun şəxsi həyatında müəyyən çətinliklər olub. Həyat yoldaşının psixoloji problemlərinin olduğu qeyd edilir. Suraxanı rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Suraxanı rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, martın 20-sində paytaxtın Suraxanı rayon ərazisində 1990-cı il təvəllüdlü müəllim kimi çalışan Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun həyat yoldaşı Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Vasif Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.